Pasiyentlərimizin də bilmək istədiyi bir neçə şeyi söyləmək istəyirəm. Diş həkimlərinin istifadə etdiyi alətlər mütləq hər hansı alətlər ya bir dəfəlik olmalıdır, disposable, tək bir dəfə istifadə olunan alətlərdir və ya avtoklavda sterilizasiya keçmişdir. Hər hansı bir sterilizasiya, dezinfeksiya mayeləri ilə silinməsi, təmizlənməsi sterilizasiya olunmasına yetirmir. Bu qətiyyən yol verilməzdir. Mütləq avtoklavda sterilizasiya olmasıdır. Hətta mən pasiyentlərimizə göstərmək için bunun necə olduğunu, özünüzün bunu necə kontrol edə biləcəyinizi həkimə gedib, klinikalara baxıb bunun necə olduğunu bilməlisiniz. Bütün alətlər mütləq xüsusi paketlərdə olmalıdır. Alətlər orta tip personal tərəfindən təmizlənilir, yuyulur. Doktor, kameraya tərəf saxlayın. Yuyulur, təmizlənilir. Bu alətlər, bu avadanlıq bütün klinikalarda var. Paketlənilir. Xüsusi paketlər düzəldilir və bu paketlənmiş şəkildə avtoklava qoyulur, sterilizasiya olunur. Bunlara diqqət etmək üçün pasiyentlər bunu necə yoxlaya bilər? Bəli, paketlənib, amma təmizdirmi, deyilmi? Sterilizasiya olunubmu, olmayıbmı? Bütün paketlərin içində mütləq bunu klinikalarda soruşmalısınız, bilməlisiniz. Xüsusi lentlər var. Sterilizasiya testləri deyilən belə bir kağızlar var. Bunlar iki rəngdədir. Paketlərin içinə qoyulur və sterilizasiya olunur. Paketlərin içində olan sterilizasiya keçibsə, burada iki rəng var. Gördüyünüz kimi mavi və qara. Paketlərin sterilizasiya olandan sonra, bilmirəm kameram bunu görə biləcəkmi? Paketin içindəki, bəli, bax, bu vəziyyətdə görünür. Bu mavi rəng qaraya çevrilməlidir. Və həkim bu paketi sizin gözünüzün qarşısınızda açmalıdır. Bir yerdə açdı, getirdi, siz bunu görmədiniz. Utanmayın, həkimdən soruşun, məhz bunu sizə göstərsinlər. İçindəki o xəttlər qara olmalıdır, rəngini dəyişdirilməlidir. Bu xüsusi indikatorlardır. Avtoklavda rəngini dəyişən indikatorlardır. Həkim də bunu əlinə aldığında baxır. Mən alıram, baxıram. Bunlar qaradır. Mən əminliklə bunu istifadə edə bilərəm. Pasiyentlərin də haqqıdır, hüququdur bunu görmək və bilmək. İkinci bir məqamı da qeyd eləmək istəyirəm. Stomatoloqların işlətdiyi bir alət var. Hava ilə işləyən turbinlər. Dişləri yontmaq üçün istifadə olunan alətlərdir. Bunlar bir dəfəlik ola bilməz. Bunlar çox bahalı alətlərdir, belə deyim. Dişlərin yontulmasında istifadə olunan alətlərdir. Çox bahalıdır. Hər dəfə, hər pasiyentdən sonra mütləq sterilizasiya olmalıdır. Təəssüflər olsun ki, bizim bəzi klinikalarda belə bir praktika əmələ gəlib ki, bu alətlər pasiyentlərdən sonra xüsusi dezinfeksiyacı məhlullarla silinir və yenidən istifadə olunur. Spirtlə silinir. Spirtlə və ya başqa bir məhlullar var xüsusi. Qətiyyən olmaz. Yenə pasiyentlər bilməlidir. Klinikada gündə deyəlim ki, 5 və ya 6 xəstə qəbul olunursa, 5 və ya 6 bu alətdən olmalıdır. Klinikaya gəldiyinizdə həkimindən yenə də soruşun. Hətta deyin, həkim, o alətlərini mənə göstər. Çünki bunları həkimin göstərməsi məcburiyyəti var sizə. Pasiyentin də öz sağlığını qorumaq üçün bunları görməsi lazımdır. Görmək hüququ var. Çünki xəstələnmə şansı bu alətlər bir dəfə istifadə olunmayıbsa çox yüksəkdir. Ən çox qanla bulaşan, tüfürcə ilə bulaşan, infeksiya qapan bu alətdir. Turbin alətidir, belə deyilir, havalı turbin. Rotor deyilən alətdir. Və yenə də paketdə bayaq göstərdiyim kimi steril testlər olmaq şərti ilə həkimdə bundan 5 dənə, 6 dənə, 7 dənə, gündə nə qədər pasiyent qəbul edirsə olmalıdır. Bu alətlər hamısı təmiz ola bilər və ya başqa alətlər həkimin istifadə etdiyi bir dəfəlik ola bilər. Bu alət başqa pasiyentin ağzından çıxıbsa, belə deyək, silinibsə və başqa sizdə tətbiq olunursa, yoluxucu xəstəyə tutulma riskiniz çox yüksəkdir. Doktor, o bir alətlə bağlı, o bir alət yanılmıramsa dişin çıxarılmasında istifadə olunan alət. Sadəcə bir nümunə olaraq getirdim ki, bilinsin. Demək, ən çox yoluxdurma mənbəyi o iki alətdir. Bəli. Bor maşını, adi insanların bor maşını kimi tanınır. Bu qana bulaşır, ən çox bilinməsi. Bu isə hər xəstədə tətbiq olunur. Hətta diş çəkilməsi ya da kimi bir qəliz prosedur, normal, standart, plomb düzəldilməsi uşaqlarda belə bu alətlə olunur və bu alətin
yoluxma ehtimalı çox yüksəkdir. Bəs o iynələr necə? Sinir çıxarılmasında istifadə olunan iynələr. Onlar da yanılmıramsa bir dəfəlikdir. Bəli, çoxu alətlər bir dəfəlik sterilizasiyası, olmalıdır. bəli. Onlar çoxu alətlər bir dəfəlik olunmalı, bir dəfə istifadə olunan alətlərdir. Bunu da pasientlər görülməlidir. Onlar da yenə paketdə olunur. Yenə də pasientin qarşısında açılmalıdır. O da şərtdir. Pasientin bunu görmə hüququ var. Həkimdən, klinikadan bunu tələb edə bilər. Bəli. Özləri də bilməlidirlər ki, haradasa açıldı, getirdi deyil. Məhz bu paket sizin qarşınızda açılmalıdır. Təşəkkür edirik.